Bugün Canva'da video hazırlamaqdır, animasiya hazırlamaqdır, onları hansı formada hazırlaya bilərsiniz, nələrdən istifadə edə bilərsiniz, onu göstərəcəm. Bir daha qeyd edeyim ki, məndə olan premium versiyondur, yəni ola bilər ki, sizdə hansısa bir əməliyyatları icra etməyə icazə verməsin, amma məndə bütün hamısına icazə var da. Mən tutaq ki, burada bir Instagram Reels-i yazıb, Reels formasında bir ölçüsü var da, bunların əslində hamısı təsadüfən yazılmır burada. Məsələn, tutaq ki, Instagram Reels yazdım, gəldi. Və yaxud YouTube yazıram, baxın. Bax, YouTube'un burada banner videosu, qısa videoları, yəni shorts videoları və yaxud YouTube'un enli uzun gələ videoları var. Onlardan istifadə edə bilərsiniz. Gəlin, Reels formu. Adətən bu Instagram Reels'inin hamısından istifadə etmək üçün uyğun gəlir. TikTok üçün də, YouTube üçün də shortslara uyğun gəlir. Qısa videolar. Daxil olub videonu açsıq. Burada istəsəniz kənardan video yükləyə bilərsiniz. Məsələn, tutaq ki, burada videolar varsa, bu videolardan birini götürüb atıb istifadə edə bilərsiniz. Məsələn, tutaq ki, bura daxil oldunuz, buradan videonu tapdınız, yüklədiniz bura və həmin videodan istifadə elədiniz. Məsələn, tutaq ki, yükləmişik bunu, vurduq bura. Üzərinə üstə klik elədim, düşdü bura. Həmin video gəlib düşdü bura. Video gəlib düşdü bura. Videonu çalışın ki, bu istəyinlə üzbəyiz düzəldin ki, yəni bu önəmlidir. Videonun hazırlamış tutaq ki, nəsə belə ümumi baxmaq üçün necə görsənir, buradan girib baxa bilərsiniz. Videonuzdakı necə hiss olunur, videonuz necə görsənir. Bunu silin. Və yaxud da Canva-nın sizə təklif elədiyi şablonların üzərində çalışa bilərsiniz. Məsəl üçün, tutaq ki, olsun nə videosudur? Prosto görüntü şəklində olan bir videodur. Bir hərəkətli olan bir video seçək. Məsələn, bu ola bilər. Baxın videoya, məsələn, belə bir videodur. İnşallah internetimiz mükəmməlsə. Belə bir videodur. Gəlir və özə bir üstünə bir yazı yazır. Bu videonun fikir verilirsə səsi yoxdur. Buna səs falan nəsə əlavə edə biləcəyik. Ümumiyyətcə, baxın, bu hissəyə gəldikdə, hətta bu boz, arxada olan boz, bunları istəsək silə biləyim. Məsələn, tutaq ki, mən yazını, tutaq ki, bura salam yazdım. Düzdürmü? Bu yazının şrifti, məsələn, bu cürdə. Bunu dəyişə bilərik. Məsələn, tutaq ki, olsun nə? Məşğul olanlardan potnisi qoyaq. Gördünüz, oldu normal şrift. Bunun arxa hissəsindəki ola biləcək nüansları istəsək silə bilərik. Məsələn, tutaq ki, vurduq, arxası bu silindi. Bu qaldı. Bura nəsə istəsək əlavə edə bilərik. Yəni, baxın, bu belə bir toz şəklində bura bir şey əlavə ediblər. Çox maraqlıdır həqiqətən. Diqqət eləmədiyimiz bir nüansdır, amma maraqlıdır. Yəni, burada ola biləcək hər bir detalı biz götürüb burada silə bilərik. Yəni, əlavə olmuş detalları da. Və yaxud yazını ümumiyyətlə silib buradan mətn hissəsindən özünüz bir yazılar əlavə edə bilərsiniz. Ya belə mətn qutularından istifadə edə bilərsiniz və yaxud da belə. Bu formada olacaq mətn qutularından istifadə. Məsələn, tutaq ki, bunu vurduq. Düşdü bura. Belə bir şey edə bilərsiniz. Bu hələ ki, standart şablon videolar üzərində işləmək üçün olan nüanslardır. Bunu hər zaman tövsiyə eləmirəm. Çünki ola bilər sizdən başqa kimlərsə də bunu istifadə edib. Sıfırdan özünüz yaratmağınızın da müsbət tərəfləri var, onu deyə biləsiniz. Gəlin biz sıfırdan yaradaq bir animasiya şəklində. Çünki müasir dövrdə bunları hazırlaya bilənlər daha çox belə deyim, yaxşı nəticə əldə edə bilərlər. Videonu sildim delete düyməsi ilə. Gələk bura. Tutaq ki, mənim backgroundum olsun bir gradient. Tutaq ki, açıq rəng eləyək. Belə bir şey.
Qradiyenti bulandan sonra burada qradiyentin üzərinə gəlib onun stillərini müəyyən etmək olur. Baxın. Məsələn, bu daha yaxşı görsənir. Bura əlavə rəng salları əlavə eləmək olar. Məsələn, baxın, buradan tündləşdirə bilərik. Və yaxud bunun bu rəngini açıb yaşılaya bilərik. Biraz da çoxaldaq. Bunu da biraz belə eləsək. Biraz pis görsənir. Aha. Qırıntı qalxını ləğv edək. Tak, bu oldu tutaq ki, bizim backgroundumuz. Mən bura tutaq ki, elementlər yazmaq istəyirəm. Nə elementləri olsun? Hazırlayacağımız mövzu content olmalıdır. Tutaq ki, olsun aksesuar. Axtarışda özü gəldi avtomatik. Məsələn, burada real fotolar da var. Baxın, görə bundan uyğun olanları var, yox. Əl vermir biz, amma yenə də normal birini tapa bilərik. Gəlin, qrafik şəklində olanlara baxalım. Rəngi də, bunlar elə aksesuarlar nazik bir nüanslar deyə. Ən yaxşısı bunu belə bir rəng eləsək və yaxud ümumiyyətlə ağ rəng eləsək ikimiz daha yaxşı olur. Baxın, görürsən və yaxud da bunu biraz belə. Okey, belə bir şey nə var? Məsələn, tutaq belə bir bandikimiz var. Düzdürmü? Böyle bir setimiz var. Reklam maraqlı bir şeyler verildi. Tak. Böyle bir de blokumuz var. Takçı. Arka fonun rengini biraz daha atsa böyle daha yaxşıdır. Biraz tutaq ki, bir başlıq yaradaq burada. Tutaq ki, olsun məşhur bir deyim var, üçü bir yerdə. Məsələn də belə bir formal bir başlığa verdim. Bunun ölçüsünü məsələn shiftini dəyişək, məsələn Helvetica qoyaq. Ölçüsünü eləyək 120. Mən dəstəyəməyəm. Üçü bir yerdə. İndi baxın, mən bu elementin hər birinə burada hərəkətlilik verəcəm. Baxın, burada hətta məsələn elə element var ki, onun üzərinə klik edəndə rənglərini dəyişə bilirik. Amma sizdə real şəkil olsa təsəvvür edin ki, dəyişə bilirsiniz. Bu elementləri biz hərəkət etdirə bilirik. Gəlin indi baxaq. Məsələn, elementi seçdim. Bu elementi animasiya etdirilən. Məsələn, element sağdan gəlir, yuxarıdan gəlir, aşağıdan gəlir. Bu belə bir şəkildə çıxa bilər. Burada hansı formada gəlməyini siz müəyyən edə bilərsiniz. Bu sizin, belə deyim də, biraz, hətta baxın, belə fırlatmaq mümkündür. Gəlin, məsələn, bir istiqamət seçək. Tutaq ki, bu belə gəlsin. Amma burada üstünə vurandan sonra bizə hansı tərəfdən gəlməyini göstərsin. Məsələn, bu tərəfdən gələndə daha yaxşıdır. Görürsünüzmü? Yəni, bu sağdan sola gəlib çıxır. Eyni şeyi bunun üçün də eləyə bilərik. Baseline edib, bunu bir dəfə amma soldan sağa doğru gətirək.
Bunu isə biraz aşağıdan qoyaraq, bunu isə aşağıdan doğru gətirə bilərik. Gəlin baxalım. Gördünüzmü? İndi bunlar biraz sürətli gedir. Biz bunların istəsək biraz daha yavaş gətirə bilərik. Məsələn, bunun üzərinə vurduq. Sürətini müəyyənləşdirmək üçün biraz daha gec gətirə bilərik. Görürsünüzmü? Bir də hər ikisi formal olanda bu aralarındakı fərq nədir? Baxın. Hər ikisinə qoyanda görürsünüzmü? Yəni, başlanğıcda bu bantik gəldi, sonra çıxdı, getdi, yoxa çıxdı. Amma bunu başlanğıcda qoysam, bu başlanğıcda gələcək, orada da qalacaq. Amma sonda qoysam, o gələcək, sonda yoxa çıxacaq. Baxın, başlanğıcda qoyduq. Gördünüzmü? Başlanğıcda gəldi. Məsələn. İndi bunu sonda qoysaq, buradadır, sonda çıxıb gedəcək. Gördünüz, sonda çıxıb getdi, amma başlanğıcdan oradaydı. Ona görə hər ikisini eləmək daha məntiqlidir. Ki, həm başlanğıcda gəlsin, hər ikisi eləsin, həm sonda gəlsin, hər ikisi eləsin. Və bunun sürətini biraz zəiflədirik ki, daha belə müştərinin gözündə yavaş-yavaş tədricən gələ bilən olsun. Tutaq ki, bunu da hər ikisi eləyib, bunu da biraz azaltsaq. Eyni qaydanın bunda. Məsələn, gəlin baxalım. Gördünüzmü? Yəni, siz bir poster hazırlamışsınız, amma bunu animasiya şəklində hazırlamışsınız. Bunu deyirlər animasiya hazırlamaq. Yəni, bir video hazırlayırsınız, tutaq ki, bir paylaşım olur. Bir elementin 3 tane element olacaq orada və ya 2 element də ola bilər, fərqi yoxdur, çox element də ola bilər. Onları ekrana gəlir və daha sonra çıxıb gedirlər. Bunların üzərinə, tutaq ki, gəlin qiymətlər də yazaq. Tutaq ki, buraya yazaq 5.20 AZN. Biraz yaxınlaşdırıram ki, bunu görə bilək. Tutaq ki, bunu qoydum bura. Uzatmamaq üçün işin bunu kapravat təzədən ikincisini yaradıram. Tutaq ki, bu olsun. 2.99. AZN bunu buradan biraz soluna qoysaq, elə bir daha yaxşıdır. Böyle bura qoysaq daha yaxşıdır. Eyni şeydən yenə kapravat edib və atalım. Buna qoyulması olsun, taşı 1.99. İndi deyə bilərsiniz ki, baxın, bu ölçü zamanı olanda bunu burada xırdalaşdırda bilərsiniz. Burada tutaq ki, mən bu yazıları da seçib, onları da animasiya elətdirə bilərəm. Baxın. Yazılar sonradan yaransın. Yəni, bu formada bunları eləmək mümkündür. Mümkün ki, belə eləmək daha yaxşımış kimi görsənir. Biraz zövq məsələsidir artıq. Siz hansı formada istəyirsinizsə bunu eləyə bilərsiniz. Gəlin də baxalım videomuza. Gördünüzmü? Hər üçünün gəldiyi adı, qiyməti, daha sonra hər şey yoxa çıxdı. Bu olur bizim xırda bir animasiyamız. Bu animasiyaların müddətini uzada bilərsiniz. Baxın, bu videonun yanına gəlib animasiyanı sağa çəkərək müddətini artırıb azaltmaq mümkündür. Siz 3 saniyəli istəyirsiniz, 5 saniyəli istəyirsiniz, 10 saniyəli istəyirsiniz. Bu zaman təbii ki, animasiyanın davranışları biraz fərqli ola bilir. Yəni, baxalım. Görürsünüz, daha uzun müddət qalacaq ekranda. Və videonun sonunda çıxıb gedəcək. Artıq siz öz müştərinizin təxmini şeyinə görə analiz eləməlisiniz ki, bu nə qədər izləyə bilər bu videonu. Və yaxud bu animasiyanı daha da genişləndirə bilərsiniz. Əlavə elementlər, bunlar getdi, sonra o birilər gəlsin, o birilər getdi, o birilər gəlsin. Yəni, videonun müddətini uzadaraq daha uzun bir kampanyanızı və yaxud məhsullarınızı təqdim edə bilərsiniz animasiya formasında. Bunu əvvəldən deyim. İkinci bir kadr əlavə edə bilərsiniz. Burada plus işarəsi var. Vurub üzərinə əlavə edirsiniz. Tutaq ki, bizim bu kadrımız fərqli olsun deyə elə bir rəng seçim ki, biraz keçid edirik. Burada bir mətn əlavə eləyək və deyək ki, bu olsun 30 iyuna
qədər keçərlidir. Çalışın ki, yazılarınız bu kvadrat xəttlər var kənarda görsənir. Oradan içəriyə düşsün. Nəyə görə? Ona kör nöqtələr deyirlər. Müştəri o xəttlərdən kənarda olacaq nüansları görməyə bilir bəzən. Yəni sərgərlik üçün də bu önəmlidir biraz. Yəni Canva özü bizə kömək edir ki, bax bir şeyinizi mərkəzləşdirə bilərik. Özü baxın üstəgəl arxa fonda işarəsində göstərir özünü. Gəlin videonu sən izləyə indi. Video gəlir. Bu birinci kadrımızdır. Daha sonra özü avtomatik ikinci kadra keçəcək. 10 saniyənin sonunda. Burada görürsünüz biraz keçid kobud görsənir. Görürsünüzmü? Bu keçidin kobudluğunu necə azalda bilərik? Gəlin göstərim. Burada ara hissəyə vuranda görürsünüz, biraz uzaqlaşdırılmış. Biraz qaldırın. Burada ara hissəyə aparanda burada üstəgəl var. Bir də belə bir işarə var. Üstəgəl bunun aralarına başqa bir kadr əlavə eləməkdir. Üstəgəl işarəsi. Keçid əlavə eləməkdir. Belə deyim, əlavə bir video əlavə eləməkdir. Bu isə keçid əlavə eləməkdir. Keçid nədir? Yəni bir kadrdan digər kadrına daha düzgün şəkildə keçə bilsin. Gəlin onun üzərinə klik edək. Bizi keçid üçün burada həllər verir. Heç biri təbii ki, heç bir keçid olmağı göstərir. Məsələn, gəlin ikinciyə baxaq. Gördünüz mü necə keçid edilir? Baxın. Yəni biz bunun üzərinə vuranda növbətdə video bir kadrdan bu kadr belə keçəcək. Və yaxud baxın belə. Və yaxud belə bir keçid. Siz artıq öz işinizi görərkən hansının daha effektiv olduğunu müəyyən edə bilərsiniz. Məsələn, bunu çox bəyənirəm mən Canva-da. Gəlin baxalım. Keçidi çox yaxşı işləyir bunun. Rəng dəyişimi çox idealdır. Baxın. Yəni boz rəngdən digər rəngə doğru keçidini gözəl bir şəkildə təqdim edir bizə. Yəni burada bu keçidlərdən istifadə edə bilərsiniz. Bu keçidlərin özünün də sürətini, bir növ belə deyim, ağırlığını və ya yüngüllüyünü belə deyim, müəyyən etmə şeyiniz var. Müddət saniyəsini göstərir burada. Və yaxud keçidin dəyişmə istiqaməti soldan mı dəyişsin, aşağıdan mı dəyişsin, yuxarıdan mı dəyişsin. Yəni bunları seçə bilərsiniz. Məsələn, baxın aşağıdan dəyişəndə videoya baxaq. Videonu buradan özünüz geri kontrol edib izləyə bilərsiniz. Gördünüz mü dəyişimi? Bunların hamısını etmək mümkündür bu keçidlər vasitəsilə. Ümumiyyətlə keçidlər çox önəmlidir videolarda, animasiyalarda da fərqi yoxdur. Hər ikisinin çox önəmlidir. Yaxşı keçidlər videonun cəlb ediciliyini, baxımlılığını, hərəkətliyini daha çox artırır. Bunu göstərir. Burada başqa nə nüanslar var? Baxın, bu yuxarı menü ilə bir də sizə göstərim. Bu hissədə videonun ümumi saniyəsidir, mövqeyidir, videoda ola biləcək mövqelərdir, qiymətlər falan, hər şeyin ardıcıllıq səsiniz. Yəni, bu arxada olsun, bu qabaqda olsun, bunları tənzimləməyin üstündə, amma bu o qədər istifadə olmaya bilər. Biraz daha dərin animasiyalar üzərində ola bilsin, istifadə edirsiniz. Bu kapravat eləməkdir eyni bu kadrı, ki, istifadə eləməyik bunlardan. Animasiya eləməkdir, ümumilikdə səhifənin özünün animasiyasıdır. Bu fikir verirsiniz, yoxsa bayaq bir animasiya verirdik. Bu isə ümumidir. Səhifənin özünə klik eləyəndə, orada animasiya düyməsinə basanda bu səhifənin özünü animasiya edir. Yəni səhifədə ola biləcək bütün elementləri Canva özü belə deyim, süni intellekt vasitəsilə götürür, animasiya elətdirir bizim üçün. Görürsünüzmü? Amma hansı bir elementin üzərinə vurub animasiya edin eləyəndə, bu elementi animasiya, yəni hərəkət elətdiririk. Yəni buradakı fərqlər nəzərə alın. Səhifənin üzərinə vuranda ayrıca animasiya knopkası var. Yəni belə şeyləri mütləq nəzərə almanız lazımdır. Daha sonra, bu ümumi bizim olduğu bir videomuz. Bu çarxı buradan böyüdə bilərsiniz və kiçildə bilərsiniz. Yeniləm, belə formal izlənmək üçün buradan oturub videonuzu, əslinizi görsəniz, buradan oturub izləyə bilərsiniz videonuzu. Hikayənizi görsənir, hərəkətliyi necədir, bizə nə qatır. Burada var təbii ki, bu videolara musiqi əlavə eləmək. Gəldik bura. Burada audio bölməsi var. Elə axtarışda da vura bilərsiniz, amma belə də çıxır adətən audio bölməsi. Məsələn, tutaq ki, axtarışa versək nə verə bilərik? Gəlin verək. Nə olsun burada, tutaq ki. Görək, Aksistroid bizə nəsə video verə bilər, audio verə bilərmi? Baxaq.
Az verdi. Yəni, bu prosesli səsdir. Buna da baxaq. Bunlar uyğun gəlməyə bilər, amma mən indi tarixlər olsun deyə videoları yerləşdirəcəm. Tak, deməli, musiqini əlavə elədik bura. Gəlib düşdü bunun altına. Baxın, indi biz bu deyəndə avtomatik bu mahnıyla o işləməyə başlayır. Burada musiqini əlavə eləyə üçün nüanslar var. Baxın, bunun yanında sağında 3 nöqtə var. Bunun üzərinə klik elədiyimiz zaman musiqinin səsini artırıb azaltma, sinxronizasiya və ya səs ümumiyyətlə kəsmə və ya bu musiqidən kopya edib başqa yerə atma, yəni başqa bir kadrın da altına atmağa kimi funksiyalar var və ya da treki silə bilərsiniz. Burada ola bilər ki, musiqinin sizə sonu lazımdır, məsələn, ya da ortası lazımdır və ya nəqarat hissəsi lazımdır, elə də çox zaman. Bura mahnı əlavə eləməli, onu da göstərəcəm. Və bunun üzərinə 2 dəfə klik eləyirsiniz. 2 dəfə klik eləyəndə ox işarəsi yaranır. Yəni, bu ox işarəsi o deməkdir ki, musiqinin ön hissəsi və ya arxa hissəsi və ya ortasına doğru apara bilərsiniz. Baxın, basıb saxlayıram muşqanı, sağa doğru çəkirəm və musiqinin orta hissəsini tutaq ki, bir yer qoymaq istəyəndə belə edirsiniz. Sonra yenidən bura basıb, yəni boşluğa basıb, musiqini daha orta hissədən və yaxud da sonuna aparmaq istəyə bilərsiniz. Yenə üstünə 2 dəfə klik eləyib, sağa doğru çəkirsiniz, ən sona apara bilirsiniz. Görürsünüz mü? Hə, başqa nə eləmək olar, onu da deyim. Ola bilər ki, siz birinci kadrda mahnı istəyirsiniz, ikinci kadrda istəmirsiniz. Tutaq ki, bunun üzərinə vurduq. Boşluğa vuraq bir də. Bunun üzərinə belə gətirdikdə ox işarəsini görürsünüz, bu belə ox işarəsi. Bunu ox işarəsini çəkib ancaq birinci kadra yerləşdirə bilərsiniz. Tam yerləşmir. Okey. Məsələn, tutaq ki, belə bir yerləşdirdiniz. Kadrda mahnı oxuyur. Amma sona doğru kəsirsiniz. 100-ünü oraya mahnı əlavə eləmiş. Bura istəsəniz başqa bir mahnı da əlavə edib artıra bilərsiniz. Gəlib bunu artırdıq. Yəni ola bilər də siz istəyirsiniz ki, 2 musiqi olsun. Və hətta biraz üzərinə çəkəndə bu mahnılar bir-birinə burada qarışıla bilər orada. Ola bilər ki, 2 mahnının burada kombinasiyasını qarışdırmanız xoşunuza gələ bilər, elə bir şeylər edə bilərsiniz. Okay. Bitənə yaxın daha sakit bir tonla müraciət elədik ona. Bunların özünün bizə verdiyi sadə funksiyalardır. Yəni bu çətin deyil. Yəni baxın, bu mahnının kodunu artırıb azaltmaqdır. İkimiz istifadə edə bilərsiniz. Burada ümumi nüanslar bunlardır. Başqa nə nüanslar var, mən sizə deyim. Burada özünün hazır bizə verdiyi videolar da var, axtarışınıza uyğun da. Məsələn, tutaq ki, buraya daha belə qəliz bir şey yazaq. Ümumi hamısında təbii ki, çıxa bilər, amma bizə tutaq ki, kosmos videosu lazım olar. Yəni, bura kadr atım yenə. Tutaq ki, olsun bu video. Hə, burada bir şey diqqət etməyiniz lazım. Görürsünüz, bu video, bu Reels'in ölçüsünə uyğun gəlmir. Belə şeyə diqqət etməyiniz lazım. Mən bunu böyüdə bilərəm, amma maksimum bura qədər böyüyəcək. Görürsünüz mü? Ona görə videolar burada baxanda, məsələn, uzun olacaq videolar seçməlisiniz, avtomat. Əgər siz Reels düzəldirsinizsə. Yox, YouTube şey düzəldirsinizsə, videosu enli landşaft videolar olur. Yəni, onu təbii ki, daha rahat düzəltmək olur. Bura. Yəni, bu kadra baxalım. Belə bir kadrdır. İstəsəniz bu kadra, məsələn, tutaq ki, üzərinə bir yazı əlavə edə bilərsiniz. Yəni, hər hansı bir çox zaman orada, nə bilim, bir həyat dərslərinə ait bir cümlələr hazırlayırlar, videolar, məsələn, maraqlı sloganlar düzəldirlər insanlara mesaj vermək üçün falan. Ya dərin bir cümlə yaza bilirlər bura. Paylaşıb bunu öz səhifələrində insanlara hansı bir mesaj çatdırmağa çalışa bilərlər. Belə videolarda hazırlaya bilərsiniz burada. Bu belə deyim də, var real videolar üzərinə hazırlamaq, var belə animasiyalar üzərinə hazırlamaq. Animasiya üzərinə hazırlamağı göstərdim. İndi keçək bir dənə real bir video üzərindən iş görməyə. Tutaq ki, mənim səhv eləməmsə, dünən burada bir videomuz çəkilmişdi dərs ait. Birini yükləyək. Buradan yükləyək.
Telefondan yükləyək. O vaxt getməsin deyə deməli, indi biz real bir video əlavə edirik. Burada həmin video əsasında düzəldəcəyik. Məsələn, belə bir videomuz var, dərsdən çəkilir. Bura yüklənsin. Videonun əlavə ediləndən sonra bura yüklənməyini gözləyirik. Burada qalçıqası var, olacaq özü. Öz işarəsi də çox maraqlıdır. Videonu buraya əlavə elədikdən sonra yenidən ölçülərini məhz bu onun backgrounduna uyğunlaşdırmamız lazımdır ki, videoda olar kənar görsənməsin. Məsələn, belə bir video oldu. Tutaq ki, təbii ki, burada indi mən bir video zənənləyirəm. Videodan kesit əlavə eləmək də olar. Məsələn, bir kadr da bu tutaq ki. Bu kadra biz burada mənim təqdimat çəkilən falan da qalır. Logomuzu tapaq. Kursun logosunu. Burada baxın, müxtəlif şəkillərin logoları da var. Logosu. Aha, yox, agent. Tutaq ki, bizim Aksis Akademinin logosu. Mən göstərmişdim əvvəlki Canva dərsimizdə dərsin background'un şəklinin silinməsi. Bir daha deyəm, bu premiumdur, ola bilər sizə işləməsin. Məsələn, tutaq ki, yerləşdirdik bura. Məsələn, indi yerləşdikdən sonra baxın, biraz baxa bilər ki, uyğunsuz görsənə bilər, biraz yerini düzəldək. Bu ox işarələrinə deyil, hər tərəfli ox işarə olan düzəlmək lazımdır. Biraz aşağıdan qoyanda daha yaxşıdır. Videonun özünün redaktə edilməsi üçün burada effektləri falan var. Bunları istəsəz verə bilərsiniz. Müxtəlif effektlər var burada. Amma adətən verilməyə bilər. Yəni. Məsələn, tutaq ki, belə bir video. Belə bir effektlə. Yaxşı görsənməyə bilər, amma effekt olsun deyə göstərirəm sizə. Burada indi videonun öz səsi var. Mən bu öz səsini ləğv edəsəm, videonun öz səsi getdi. Bura video əlavə eləsəm, tutaq ki, gələk bura. Tutaq ki, bu videonu əlavə eləmək istədim buna və keçdi bura. Fikir verirsiniz, bunun başlanğıc səsi çox, özü də buradan ritimlərdən göstərir ki, bizə çox belə sakit başda. Bunu bir ortaya çəkib, 2 dəfə üzərinə klik edəndən sonra ox işarəsi alır. Şıqanı basıb saxlayıb ortaya çəkirik ki, mahnı səsləri verilə bilsin. Daha sonra test üçün yoxlaya bilərik. Bir sənə də yoxlaya bilərsiniz. Amma mən adətən baxanda videoya belə baxmanı sevirəm ki, buradan daha aydın bizə göstərəcək. Yenə eyni qayda ilə, bu oldu tutaq ki, bizim bir kadrımız. Yenə burada eyni qayda ilə eyni bir videonu ata bilərik. Tutaq ki, mən elə bu videonu atıb, başqa bir video ata bilərsiniz. Misal üçün videonu atıram. Bunu göstəreyim. Yenə burada bayaq dediyim kimi kesit əlavə eləyə bilərik. Kesitlər, bir daha deyirəm, video hazırlayan zaman önəmlidir. Sadəcə olaraq Canva'da ən böyük, belə deyim, qüsur kimi bunu deyə bilərik ki, kesit şeyləri azdır. Məsələn, CapCut, InShot'da onlarda çox olur, amma burada azdır. Amma müəyyən qədər də olsa bizə o kesit ornamentlərini verib də belə deyim sizə. Məsələn, daha bir sadə bir şey qoyaq kesit üçün. Yenidən izlədiyimiz zaman bir videodan digər videoya kesitlər əlavə elədi, getdi. Və bir şey verdiksə səs kəsildi. Niyə görə? Çünki bizim audiomuz birinci videonun axırına qədərdir. İstəsə ikinci videoyu bayaq qeyd etdiyim kimi başqa bir, məsələn, tutaq ki, başqa bir videoda əlavə eləyə bilərik və yaxud da cari videonun müddətini buradan
çəkərək uzada bilərik. Və yaxud da yenirim ki, başqa bir videonu da əlavə edə bilərik. Başqa bir videonda altına başqa bir mahnı əlavə eləmək mümkündür. Bunu da üzərinə 2 dəfə klik edib mahnının daha belə deyim hərəkətli olacağı hissələrinə. Ümumiyyətlə bu dalğalanmaların sayı nə qədər artırsa mahnının ritmi və ya hərəkətliliyin çox olduğu hissəni göstərir. 2 video əlavə və yaxud deyim kimi bunu silib delete ilə bu birisinin müddətini onun altına qədər çəkib uzada bilərik. Yəni bu bizim əlimizdədir, hər şey bizim üçün yaradıblar. Bir daha qeyd edirəm, ola bilər hansısa bir funksiyalarınız işləməsin, premium üzərlər üçün ola bilər. Ümumi nüanslar bunlardır videolarla bağlı. Bir daha deyirəm, əsas kateqoriyaları belə deyə bilərəm. Canva-nın verdiyi şablonlar üzərində video düzəldə bilərsiniz. Mövcud cari videolarınızı, yəni çəkilmiş videonu yükləyib bura, internetdən və yaxud da özünüzün çəkdiyi videonu bura yükləyib onu əlavə edə bilərsiniz. Audio da yükləmək olur, onu da qeyd edeyim. Əgər yüklədiyiniz bir audio varsa, yenə eyni qayda ilə audionu seçib, audionu buradan yüklədikdən sonra gəlib bura düşəcək. Həmin audiolardan istifadə edə bilərsiniz. Amma biraz diqqətli olun. Bəzən hər audionu, yəni hər səsi qəbul eləmir müəllif hüquqlarına görə belə bir faktorlar çıxır ortaya. Sonra bəs biz videonu düzəltdik. İndi mən videonu bəs necə yükləyə bilərəm, hansı formatda, hansı qaydada yükləyə bilərəm, onu da göstərərəm sizə. Burada paylaşın adlı bir bölmə var. Bu bölmənin üzərinə klik elədiyimiz zaman burada bir çox nüanslar asılı bizim üçün, yəni köməklilər göstərir bizim üçün. Əsasən amma mənim yəni gəldiyim isə burada endirim bölməsi. Endirimə klik elədiyimiz zaman bizə baxın burada endirməyimizlə bağlı bəzi nüanslar verir. Məsələn baxın MP4 videosu olsun, şəkil kimi olsun. Yəni bu şəkil olanlar ancaq bunun üzünü göstərəcək də. Yəni PDF olsun, yəni müxtəlif formatları göstərir. Və PowerPoint təqdimat kimi olacaq hər yox. Amma bizə video lazımdırsa videonu seçirik. Burada keyfiyyətlə bağlı baxın bizə bir nüans göstərir. Yəni HTC 1080 olsun, yoxsa 4K olsun. Amma 4K premiumdir, onu biləsiniz. 1080 olur, okey. Bir də ola bilər sizin videonuzun keyfiyyəti 1080-dir. Siz onu 4K qoysanız yenə 1080 kimi göstərəcək. Bunu nəzərə ala bilərsiniz. Yəni videomuzun keyfiyyəti çox yuxarı olanda siz onu 4K ilə eləyərsiniz ki, daha keyfiyyətli işləyə bilərsiniz. Burada hər səhifənin ayrı fayl kimi endirin falan kimi qeydləri var. Yəni birinci video ayrıca yüklənsin, ikinci video ayrıca yüklənsin. Mənə lazım deyil adətən. Yəni adətən hamısını bir yerdə yükləyir. Bunun üzərinə vururuq. Və videomuz yüklənməyə başlayacaq. Təbii ki, yüklənməyə klik eləyəcəkdə sizin kompüterinizdə olan download və ya yükləmələr bölməsi, rusca olan kompüterdə zagruska bölməsində yer düşəcək. Videonuz buradan yükləndikdən sonra artıq videonuzu istədiyiniz yerdə paylaşıb istifadə edə bilərsiniz. Bir daha deyirəm, Canva o qədər çətin bir proqram deyil. Daha asan tullarla tez bir zamanda gündəlik paylaşımlar üçün ideal bir vasitə deyə bilərik. Videomuz da yüklənəcək və ondan sonra onu rahatlıqla istifadə edə biləcəksiniz. Ümid edirəm ki, faydalı oldu hər kəs üçün. Suallarınızı, cavablarınızı, əgər öz tələbələriniz varsa, onlar bizə yazı biləcəklər. Kanaldan izləyənlər komment yaza bilərlər.